Haraya getirirsen beni. Sana düğünler burada bir ad günü elleyeceğim. Toyumuzun 24 yıllık jubileyini burada gecelleyeceğim. Meclis bir çartlasın. Ne meclis eləyəsən sən? Bana. Meclisin axırını bilirəm mən, nətər qutaracaq. Nətər? Aya, sən içib yenə qatıq ulaşsan. Sən yenə içib, sonra sabah durub deyəsən ki, heç nə yadımda deyil. Ne karram emme? Aya, mən buna dönərsən dağa. Aya, içmə, bugün heç olmasa içmə dağa. Hadi kim ne karram kime? Aya, sən içdin bu musikuçuların canın üçün vay günüdür. Sən bunları bırakmıyorsan evə. Səhər açılana kimi yazıqların parmaqları mazol olur da. Deyirəm, ay, kişi bunların arvadı var, uşağı var, evə geçsinlər. Deyirsən, ya olan mənim, sizdən mənim. Sən də razvayıyla lıçnastik edir, başına döneyim. Ay, başa düşürsən ki, ikili adam olursan. Esər. Bile yaşsan, bile eri okşursan ama fiyar ne oldu? Az zıvılın çıkırlar. Terbiyesiz. Baş benim karar Ben istemiyorum bu sen çesen. Bu gene başladı. Aya, yadına gelmiyor mu kardeşin oğlunun sünnet toyu deyirəm cəmaatla baş xarab ol fi. Aya, gedirlər, ay, uşağı kestirsən, var evə, ailenden orada geydilə çıx getdik. Ay, devletləmə paylayırlar. Ay, ne bileyim, qohum qonşuya, ne bileyim, iş yoldaşları hamısı yığırlar. Bilirsən mi nədir? Hamısı pulun başındadır, pul yığmaq üçündür. Neyse, söhbət ondan getmir. Nağarmadın ki, aya, nağarmadın. Təsəvvür elək, bütün qohum əqrəba orada. İstəyəni də, istəməyəni də. Hoşuma gələni də, zəhlən getdiklərim də, hamısı orada. İndi durub hamı qohum əqrəba, özünü göstərirlər, oynayacaqlar indi bunlar. Benim əlim oynuyor. Dilinə deyib axı, araq deyib dilinə. Elə bir meymundu düşüb ortalığa. Ay, belə rəst. Ay, belə rəst. Cəmaat da mənə baxır. Ay, gəlini qaldıran kimi canın üçün köydən şalvardan nətər çıxdı. Nətər mən onu zapraviti eləmişdim şalvarın içinə. Göz qaş eləyirəm. Köydən qısa şalvarın içinə. Ay, köydən qısa şalvarın içinə. Köydən qısa şalvarın içinə. Kar olub elə bir. Məni eşidəndən sonra da qolunu dirsəyətən soxdu şalvara. Kolumu dök şalvarı. Dök. Bu ne de? Bu dirsek değil. Sende dirsek oradan başlıyor. Hoş be. Bak. Buna bak. Böyle şalvar mı tutuyor? Sonra o elden çörek de yiyir. Bir elimi de kaldır yukarı. Bak böyle başladın ortalıkta oynamaya. Zeng. Zengele. O kadar güzel zengele. Sen onu her dem onu dengele. Zengele. O kadar güzel zengele. Sen onu her dem onu dengele. Yaxşı. Mənə yox, sağa yaxşı. Sağa yaxşı. İşki meclisi, ne olur, ne arada? Olur, hə. Bəs dünənki neydi, ha? Ay, ölüm, dünənki neydi, ha? Dünən nə varmış? Ay, evə girməyinlə qafıya nə tərtəvi vursan, ha? At kırıvaldı ver, beş kuru, ça. Yaxşı eləyirəm. Öz evimin qapısıdır. Ne tər istəyirəm, belə də açıram. Ay, öz evimiz olsaydı cəhənnəmdə, qapısını təpidən vurub açmışsan. Oradakı əynində nə var? Qaçır qapıya, görəsən, oğlu gəlir. Tək yaşayır axı. O da bilirsən sağ nə dedi? Nə dedi? Bilirsən sağ nə dedi? Dedi, naliteli kak sarança. Ma bu lazımdır. Yaş. Olur, içki meclisidir. Kesip gelen şeylerdir. Esas odur ki, olmasın sana düğünler burada qəşəng 24 il ömrümü vermişəm sana. Otur. Sağ hiçbir kadın dözmezdi. Ben sağ dözmüşəm. Sen sarsağın biri gelmeli itten olsun. Ne kadar stol açıqsan. Gör ne qəşəng stol açmışam. Qəşəng stol. Ay, ben bir Kur'an söz deyirəm. Bu ne de? Nədir? Sen araq da içəsən. Qanyak da içəsən. Ay, mən cəhənnəm Yo. Az bura gel. Mən cəhənnəm olub gedəyirəm evə. Ha, cəhənnəm olur 24 bindən qabaq gedəydin. Getmişdim. Ömrümü çürütmüsən, indi gedirsən. Sənin ömrünü. Sen məndə. Neyse. Dur. Arağı mən içəcəm. Ben bu kanyakı ne alırsan? Başını mı yiyorsan? Kanyakı
Sen içersin. Ay ne danışırsan? Reddiyle bunu. Afisiyatı çağır bunu yığıştırsın. Ay ben ne Bilek, saç doğru, saç doğru, Ay saç 24 doğru. yıllık ben abır hayamı O gün senden o referansa gitmedik mi analiz vermeye? gitti ölüm. Ne dedi hekimin? Dedi mi ki kanın aşağıdır. Bel kanım aşağı. Dedi mi arada 50-50 vurmak olar? Dedi. Ne? He, ne dedi? Öyle söz demedi. Ma dedi bir verek derman yazdı. Dedi bunları içersen Ay sağ ol. belki kömeğiyledi. Sen özünü yulmamış çömçekimi attın ortalığa dedin ki. Ay sağ ol. Ay hekim. Beli hastaya ganyak olur mu? O Ne da dedi dedi hekim? ki seherler aşgarda bir kutum oğlan. Ay. Daha demir ki erinden. Ay ne var diyorsun? Bir kutum Şimdi köyü boşa. sana kim der ki bunun Tulkan'ın küpüne gir? Yavaş yavaş. Buna bak. Erinden yavaş Ay. yavaş. Ay Götür, cemaat götür, bakın. götür. Ay cemaat bakın. Başı karaftım ben şüpheliyim. Vay. Ben bunu içmek istedim senin sağlığına. Sağ ol. Allah Teala'dan sana uzun ömür, can sağlığı, beden figurası arzu edirəm. Sağ ol. Beden figür ama ne olur ki? Arzu edirəm ki 90 yaşında da senin gele, mele, potekse, motekse, dala kavakazana hiç zat ihtiyacın olmasın. Hamısı zavaz koy, özünki ol. Yine zavaz koy. Götür, 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 Hiç götür. benim daha ben. Ay, ben acı götür. Sağ kurban. Dermen kimi. Benim Dermen abrımı, kimi. Götür. abrımı büyümeden gayesiye. Götür, götür. Yok, iş Götür, diyeceğim. gör. Cadı güçü iş diyeceğim. Atalar yaxşı deyil. Yaxşı arvad olan öy cənnətdir. O atanın qadasını aldım. Götür. Qəşək deyib ama. Cemaat baxıraq mən. Ha, götür cəmaat baxır. Ərindən sonra da qıralım. Heç dadını da bilmirəm. Götür, Elə mi götür. cemaat baxır? Nerede yığışdır bunu. Götür. Üzüm ayağını aldı. Yetdik. Baş deyildən. Sənin sağlığın olsun. Ay bəs aşağıda şayıfdır. Əziz. Utanıram. Dedi işlərə də sən də bezdirdik. Canım üçün utanıram mən. Ay, mən Ziç. Avrım alacaq ətəyimdə. Ay bu zəhər nətər içirsiniz? Yox, yox, sakın. Nətər mən... Ay sağ ol. Yatma! Siz arvadlar elə bilirsiniz ki biz burada bal qaymaq içirik. Ay içim yadı. Ha? Bax içim belə yadı. zəhərlənirik biz. Ay içim yadı. Hə. Növbəti sağlıq Deyirəm. Bu da nə sağlıq hə? ananın sağlığı. Rədd elə taqa bu. Adamı deməyə bunu rədd elə burada. Al. Ay, Qulaq. ay. Qulaq asdana. Hə. Azana müqəddəsdir. Təpəndə kül olmasın elə. Ay müqəddəs adamın sağlığına haram mi içərsən? Gəl gör burada. Eşitsənmi? Deyəşmin. Mən bu vadiyi qaldırıram, səni dünyaya gətirib mənə bəxş eləyən ananın sağlığına. Öpərəm bu arvadın əllərindən, öpərəm bu arvadın nurlu sıfatından. Eşitsənmi? Deyir ki, uşaq atadan yox, anadan yetim qalır. Eşit. Onun üstü. Deyir, analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər. Qulaq al. Ana müqəddəsdir, bunu bəyək sana dedim. Dedim. Şair yaxşı deyir. Mən ölürəm çiçəkdən, ört üzümü mirçəkdən. Yad gəlib yalan ağlar, anam ağlar gerçəkdən. Tamam. Ananı... Zıkkılı. Ne geçtin bunu? Ay. Ay öldüm. Növbəti sağlıq Ay bəs sağ ol cemaat. atanın sağlığı. Sənin atan. Ay atan. Mən Ay, bu başım sağlığı şəllədir qaldırmaq mənim. istəyirəm atanın sağlığına. Ata elə bir varlıqdır ki, sağ ol. Ata elə bir varlıqdır ki, onu heç kəs əvəz eləyə bilməz. Eləyə bilməz. Nə bacı, nə qardaş, nə ana, nə dayı, nə bibi, nə xala, nə o Allah vurmuş qaynata ilə qaynana. Deyir, ana qızına taxt verər, ata qızına baxt verər. Herif sana ama bak tükürmedim bahtımın baş. Əskili, yox ənə, ulan.
Deyir, övladı, kızı, ananın kasası böyüdər, atanın kassası böyüdər. Aslında değil, arkadaşlar. Ata, mən o ata ki, sana terbiye verib, qanacaq verib, məhdət verib, cehiz verib, o atanın sağlığına içmək istəyirəm. Sağ olasın. Şair yaxşı deyir. Ana gəzdiyin bağdısa, Yaşlar, yaşlar. ana gəzdiyin bağdısa, ata güvəndiyin dağdır, dağ. Aten sağlığına. Aten sağlığına. Senin atanın simasında bütün ataların sağlığı olsun. Sen benim ayağım. Sağ ol. Şöyle. Ay, siz kişilerde de ikinci, üçüncü, birinci kadar aşı olmuyor. Canım olsun hele bir su içti. Hele 5. 6. ele gidecek ele bilərsən ki bal süzülür. Demek istedim ayaklarımı silemeydim. Ay, bəsdir. Ay, Burada ayak lazım da değil. ay, bəsdir, sağ kurban olun, benim leşimi daşıyasan eve. Nöbəti Ay. sağlıq. Garajım altında murdar olassan, gayet göt buradan. Nöbəti sağlığı qaldırmaq istəyirəm mənim zəhləm getdiyim, mənim böyük baldızım olan sənin bacının sağlığına. Bacım çok güzelsən. Bəli. Benim bacım, bacım sağlığına... Bacının sağlığı. Götür. Bəs sağlıq deyə bilir. Götür, sana götür deyim sağlığı. Götürəcəm də, əlim tutmur. Mars ver görüm. Deyir, keçəl qız bacısının hörükləri ilə. Hə, o düz deyil. O düz deyil. Türklərdə yaxşı bir məsəl var, deyir, bacı deyil ha. Nədir? Qız kardeşdir. Kız kardeşdir. Bəli. İçirəm bunu böyük baldızımın, sənin bacının sağlığına. Sağ ol, qadan abi, sağ ol. Qada görməyəsən. Allah sənin bacına... Ya dalsın demə, hə. Ne? Sağ ol. Yapska. Dəstəməyirəm zakıskam. Nədir? Bu da güləsiz piyaz olursunuz. Sağ ol. Ay, çəpmirsiniz da siz kişilər. Elə içersiniz ki, elə bir ki... Növbəti sağlıq, belə zində zəhləm getsə də, bir kişi də olmasa, mənim qaynımın sağlığı olsun. Hər nə itdi, qurtdu, qaynımdır, sənin də qardaşındır. Yaxşı insandı qardaş. Ətə. Diyarvadı həyasızdan. Deyir ki, qardaş deyil, qız kardeşdir. Yox, onu demişəm. Deyim sənə mərifətim sağlıq deyim, bırak da. Götür, dənə götür. Götürəcəm sən Götür. sözünü. Deyir, üzük tanlar qaşıyla, qız qardaşıyla. Nətərdədir, o həqiqətən elədir. Götür. Vurmuram bunu, vurmuram. Nötər vurmuram. Deyirsən, təzə öyrənmişdim TikTok'ta bunu. Sağ ol səni. Axratan. Buradasan. Zelenski kimdə? Zelenski artistdir da. Aktyor Zelenski. Sen Zelenski'yle ne işin var? Dur oturuyorum. Dur. Zelenski'ni buraya neye katırsan ha? Ha, Zelenski'dir. Hardasan ha? Nöbəti sağlıq gəlir. Harda? Hadi buradayım, bana bak. Ben çemmeyem. Ay, içim yanır, bu paltarımı çıkartacağım elime. Görsən? Ben çemmerem. Hələ biz burada 2 nəfər isən mənim ötəmdən gələ bilmirsən. Və hər axşam mən məclisdə otururam bir 6-7 kişi ilə. Bunun qırılmışların anası var, bacısı var, atası var, qardaşı var. Ne bilim. Azaz, hələ. Elə oğrac olur ki, bir də görürsən restoranın ortasında qaynata ilə qaynananın sağlığına içir. İndi bildin mən niyə hər səhər saat 6-da o vəziyyətdə gəlirlər. Götür, onu çıxartma. Götür. Kimin sağlığı? Anamın sağlığı, mənim anam var hələ. Senin ananın. Qaçına bax.
Can salamat ol. Götür. Benim hele senin anan anadır, benimki danadır. Ha. Anam kalıp hele kardeşlerim, bacılarım, onların hayat yoldaşları. Hele. Gedecekler ne baksa. Götür. Hiç kim bu dünya tutup kalmıyor. Götür. Sen ne? Benim anamın sağlığı olsun. Götür. Yaxşı, onda peşman olma ha. Oy. Sen ölüm istedin. Sağ ol. Varındı. Var. Bir ata evinde üvey ana. Muska versin. Lazım değil, muska içimde var mı yani? Ha. Ata evinde üvey ana. El evinde kaynana. Sağ ol. Kaşay. Ahiretin cebine de, sahlama dibinde. Arağı dibinde sahlayanlar bizden de ne değiller. Aha, Kulağın geldi. Çünkü Nöbete sağlık. nöbet sağlık derken diğer eğer atan kasıftırmır. Atan kasıftırsa bu sen rahangör. Eğer kaynatan kasıftırsa onda sen günahındır. Bu cene. Sağ ol. Bu kimin sağlığı oldu? Başa ver. Ey çehtene içmeye pobud olsun. Oh ay. Hadi atar gidi. Gel görme gidi. Ahoy. Hıyar. Yiysen. Yok. Vay ne yapıyorsun burada? Ne yapıyorsun burada? Ne yapıyorsun? Sen kimsin ha? Hapsat. Sonra sen bakırsan. Hapsat da he. Sonra ara bakırsan sen. İşte alacağım. Ay kulak az görüm. Gidersen povoruna dersen ki bize bamdor yumurta versin. Bamdor versen de öpşeşi isterdin aklıma girme ha. Bamdor yumurta. Bildi. Başa düştü. Diye yüzüne tüfürdüm diye. Bamdor yumurta versin, sonra zat versin. Çereyağı versin, çereyağı. 5-6 rumkada zat getirdi ama bu ne diyelim, arak keçe yarağı. He. Arağa çekeyim, dımbal kimi. Gel. Canım için Evet. dımbal İşte kimi. yumurta pandoru gece saat 2'den sonra zakaz veriyor. İndi ne dedin? Sen kes! Sen sus! Boş üstü. Seni verene şükür. Sus! Sus! Deyirəm gəl uzatma, bura tez ol süz. Özüdəki 50 yox, bunu doldur elə 100. Babada oturarıq, səninlə yaxşı vurarıq. Sonra da oynayarıq, hər şeyi unudarıq. Qaynana baldız bir yandan, yeməkdə tatsız bir yandan. Koyma sən mızı bir yandan, sığ yüzü diva. Qaynana baldız bir yandan, yeməkdə tatsız bir yandan. Koyma sən mızı bir yandan, sığ yüzü diva. Bunun için mən sönüm, bunun için mən sönüm, bunun için mən sönüm, mən söndüm. Hapsın içme. Koy biraz yemeği ye sonra. Süz, yaxşıdır, yaxşı. Sus bana sen Yaxşı. için ha. Geldi. Kim Al. geldi? Hani he? Buradadır, bu tarafa. Sen ha. Bu tarafa. Gittin bamdor yumurta. Biz sana bamdor yumurta dedik. Çarsan gidip yumurta çırpması getirsen bize. O povuruna denen ki 10 tane yumurta bamdora maksimum 2 tane yumurta koysun. Dedim mecliste kişilerden elava kadın da oturdu. Başım çıkırdı bu zehmardan. Deməli bizi belə qazlamışsınız sen şeyler mi? Gaz olursunuz da her şeyle bilirsiniz.
Hele içtiniz horuzladınız hele kişisiniz ha. Ya, ya. Ya. Yemer gelsen ben diye yerirsin. Tamam yağ getirdin mi? Aya. Ağzını aç bu yağı ut. Niye? Ha utlana işki tutmasın seni. Az o meclisin evvelinde olur, indi yok. Öyle Bak mi? geçti. Ha, geçsin bu. Ne bileyim teze başlamışım. Yok gitme bam doğru koy buraya. Aya. Gel gideyim benden. Cemaat beyakta gelmeyecek. Soktan yola verdi. Orası. Dolu. Yevşe. He. Diyelim gide ularla bura. Tamam. Ha? Gedək. Yaxşı, nə deyirəm? Gel dalım gel sen de. Çıka bakma. Çıka bakma. Nikula bacı. Ay, Bül. Diyelim Nikula bacı. Bül hareket edik. Cemaatta Başa düşmə. Geydada bakı. Burasıyla danışır. Görsem mi? Başa düşmədim. Gedək. Harı, ey? Zarafat eləmək istədim alınmadı. Mən kəndən zarafat eləyə bilirəm. Para bizde, şöhret bizde, mal bizde, ferre bizde. Düşmanlarla yarışırız, para çok, mankenlerle yarışırız. Güzeliz çok, bütün gözler üstümüzde, çekmeyen çok. Yakalı arabamız var, havamız çok. Para bizde, şöhret bizde, sizde ne var? Haydi söyle, hayat bizde, her şey bizde, sizde ne var? Haydi söyle, para bizde, şöhret bizde, sizde ne var? Haydi söyle, hayat bizde, her şey bizde, sizde ne var? Haydi söyle. Gel. Gələ bir. Qonaqlara xoş gəldin eləyək. Az qonaqlar xoş gəlirsiniz. Gələn ayaqlarınız var olsun, canınız sağ olsun. Bu badiyi qaldırıram, bütün gələn qonaqların sağlığına. Salamat olun. Salamat. Salamat olun. Qoy oturmuşsun ha. Öyle burada. Ne terdi hamısı ayıktılar. Adamın Hala. vay. Otur He. da has buradan. Ona bak gidelim bununla bunlara. Gel. Kimi muşqalamısan? Ben gün bu itilmeyeyim. Kimi? Saçı qaradı, biri də saçaq. Gidəcəm saç qaranı ya. Hə. Gəl, dur gör. Nədir? Deyirəm, əkirsən. Evcunu çöldə cəmaat bizə baxır. Deyirəm, bunu bizə deyək. Bunu göyləyiz adı indidən çıx, mənim Hey. günümdən. Sonrası nə olacaq? Get. Əbrə gəl görüm. Zatıqqa istəyirsən, özün bil. İçirsən. Otur. Rumqı verdin mi? Durarsan, məndən ölüm. Hay. Dulağı. Qorxursan mı yandaşından? Qardaş, biraz fikirlidir, arvad fikir. Sən kəsən kişi işlə qaçma. Sürüyə burada. Sən arvad yaman. Züqü verəsən, Beyni millətə çıxırır. bax. Gəl çəkirsən, nə olur? Piyanadan. Deyirəm, Murat. Bunu içək. Bu həyatda yaxşı kişilər var. Ona. Mərdi var. Dəyanətlisi var. Səxavətlisi var. Belə ali cənabı var. Belə nətər deyim, belə güclüsü var. Bunu içək o kişilərin sağlığına yox. Pullu kişilərin sağlığına. Əskər. İçərsən mi? Nətərdir, su kimi geyinir, görürsənmi? Zaksuya ehtiyac var mı? Ürüm, otur. Əlin qaşan səvən. Gözünün odun Hoş dəstəri gəlsin. alıbsa əksir deyil. Ağalaş, gəl bura görüm. Mənlə bir 50 qram Vay içirsən. nətərsiniz? Siz də tez-tez gəlsiniz bura. Haradasan ya? Tanıyıram mən onu. İçirsən bir 50 qram.
Deyir müalicədəyəm, həkim icazə vermir. Gələtirin həkim. Ma bir dəftər dərmən yazmışlar canım üçün. Ben ne Bundan vermişsin? gözəl dərmən yoxdur. Bax bundan çeyirsən, dibinə girersən, Ne vermişsin? salamat olursan, səhərdə zulüm çəkirsən. Kar, deyirəm, nə vermişsin? Ay bir sağlıq de balalar haqqında, Hə. uşaqlar Deyir haqqında. ki, Həssas yerə toxun. ən çirkin uşaq öz valideynindən ötürü Messi'dir, Ronaldo'dur, Brad Pitt'dir, Angelina Jolie'dir. Balaların sağlığı olsun. Hadi. Az bu yetim değil, subayam uşağım dadım da yok. Ay qoy işməsin, qoy işməsin. İndi belə qısır getməyəcək. İcazə verseydiniz. Kimi gördün? Sən qadan almazdın, niyə tutursan? Peki məndən biri 50-50. Hadi işin olmasın, belə şey. Ne? Hacsan? Ha deyir hacıya. Oy hacı kurban olana bağışla. Hacı, Bağışla kalan. hacı, bağışla hacı. Hacı sağ Bağışla kurban kalan. olana bağışla. Sana Hacı. kurban bağışla. Ama Deyir, arak haramdır Müslümana. Bəli. Ay ben kimseye Müslüman sağlığına. hacı, ben bir hacı dostum da. Aranın da için namazını da kılır. Oğul oran ne ait diyor. Esas tahtayın altı güzel. Yüreğin temiz olsun, yüreğini Allah'la tut. Sen. Şimdi işin ne değil, görmesen değil. Gözüme çırma. Şeydi. Ben diyeceğim. He. Sen oturasın ha. Ben mecliste çoklu aksakal görürüm. Gelen ayaklarınız var olsun. Allah Teala hiçbir evi, eşiği, eli, obanı, yurdu, yuvanı aksakalsız yeremesin. Öperim aksakalların sağlığına. Al bir şeyler sağlığına. Ben de ne var sağlığına. Nöbeti sağlık senin simanda, burada olan hanımların sağlığı olsun. Ya ben de hanımlık Hanımlar. konuşsan ki. Canınız sağ olsun. Salamat olasınız. Bak böyle zehirli salamat maddeleri siz içmeyin. Bak bu araktı, kanyaktı, viskidi, teknik aptek spirtidir. Tut arağıdır. Siz bu şeyleri içmeyin. Ya ben size içeyim. Siz yine bizim kanımızı içirsiniz biraz. Ay severim, dayanım. Öpşek. Erdoğan adı. Artı nöbet bırak görmez. Bak görsün benim yanımda da patron. İcazə ver çiçeğe bir gül bağışlayayım. O Böyle merak var. razı isterlersen. Aha ver lan. Sağ olasın. Geçsin. Az. Bırak gel ha. Geçme lan. Hala bunu gör arvat. Ver. Onu Usta yok. para bizde. Her şey bizde. İçirsen. Sizde ne var? Ver değil mi? Gör ne diye. Korkma benden. Bir lafar verirsen bu uhanım var ha oturup o sakallı oğlan ya ona ver ne tadı başım okşur. Bes. Bir sakalsız var. Gel ya cedeler hem sakallı. Şimdi mod düşür. Biraz tezeleden ha. Birin daha var verirsen baba. Oh diyem. Yok bu onun başında okşur buna verme. Ne gelmez ben bacıma. Birin daha var ver. Bu saat düz getirirler. Hap, ma mı getiriyorsun? Öpüp sen maç ellersin hala. Yakınından hoşdur. Ha, Öten gitme. Aya ala. kaç yersen orada. Şirin kuş alarsan gözüm. Bu içti faşını full paylı. Yemeli. Hacı Yemeli sen günün birine sağ laf arıyorsan. Verirsen bilirsen mi kime? Ha ne o. Diyem Kime? bakım. Biraz düşmüşüm, seçkide biraz. Az Kendimi alladaram da. kime? Sen otur, balacasan otur. Hanımın yanında oturan. Çaroş hanımın yanında az. Ha ona ver. Ne kadar zamanlar üstüne gül. Sen çıtıyorsun sözsü. Bir dur ayağa görüm. Dur da kılçağınız tutulursun. Ne diyerem diyesen arabayla gelir. Nereden hep yüveyle gider.
Ne ter yaraşır ya sana cüğünü. Az merfiyatçı tapmadım. Bu nereden sonra? Zaten telefon göndersin. Az katıklama ha telefonu. Önce tek şişle karışma. Saçtın ha da. Gel öyle sen otur. Konuştur ha gözünü. Abi sen Gel görün. Senin bu karamurun kuyun içinde ya. Birden stollarımızı birleştirelim. Ne dersen de hazırsan. Az böyle et dur. Gel bir evet. He hoşuna gelmedi he? He. Hoş, siz kızlara gül de verirsiniz. Ay hele bir telefon numarasını da alırsınız. Hele bir stollarınızı da birleştirirsiniz. Başınız hakkı edebilirsiniz. Biz evde otura hiç de bilmeyiz. Özünüzü yığıştırın. Gel. Ailenize kaydın. Kaydın ailenize. Şu. Ben seni başa düştüm. Ben sana söz veririm ki bir de içmeyeceğim. İçmeyecek. Gel ikimiz de içkiye tövbe edelim. Yok tövbe diyeyim ya. Kalan alım her ihtimala karşı. At kırmaydı vermez kırınca. Ça 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 ça. Nari değdi kaksara. Ça 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 ça. At kırmaydı vermez kırınca. Dikkat. Baldızlar, Bacılar, halalar, eltiler, bibiler, neneler. padruşkalar. Noyabr ayının 15'i 16'sı. Heydər Əliyev Sarayında Sizi bu şehirdenin 25 yaşına həsr olunmuş Evdar adlı Sola konsertinə davet edirik. biletləri online iticket.az saytından əldə edə bilərsiniz. Gəlin, birlikdə gülək. Ha, yaxşı. Deyərəm. Ha, bir müşteri olsa deyərəm. Ha, yaxşı. Görək nə kimi tapırıq da. Oldu, sağ ol. Kimdir? Ha, qardaşımın nəvəsiyim. Ne istiyorsun? Ev satır. Zatda. Harda? Atatürk prospektinde, gençlikte de kaşık da evdi. Orada gençlik sayılmır, orada kocalık sayılır. İndi bəs gençlik hara sayılır? Gençlik zaten 18. mikrorayonda tərəfdədir, haddasa oralardadır. Ha, taktarada. Canın kıçı. Stop. Ora bəs nətər gedirlər o 18. mikrorayona? Aha, deməli çıxırsan Çingiz Abdullah metro stansiyasından Çıxdım, ha. provkaya düşməmək üçün oradan minirsən kanata. Düz gedirsən oy, düz çatırsan ora. 5 dəqiqə. Oy. Mən indi nətər gedim ona? Selamünaleyküm. Hoş gelipsiniz, sefa getiripsiniz. Gelenekleriniz var olsun, el çalan elleriniz var olsun. Böyle güzel toy şenliklerinden cemi subaylara nasip olsun. Bir tuş ver görüm. Neter vaziyet. Neter darıkmıştım. Neçe el yüzünüzü görmedim. Bu asobine bu klarnet çalan gede. Öyle özünü okşuyor elindeki de. Bir ondan özüm tuş ver görüm. Yani evde dakik bilirler ki bu işle meşgulsan, öyle mi? Allah sana can sağlığı versin. Bir daha hoş gelipsiniz. Gelin ben bütün gelen konaklarımızı salamlayıram. Hoş gelipsiniz, sefa getiripsiniz. Hemşe siz gelirsiniz oradan bana el elirler. Selamünaleyküm. Ne dersiniz? 50 manat verirsin operatora çeksin sen. Böyle nəzərinizə çatdırım ki, toy yiyəsi tərəfdən söyüş qoyulub, qarğış eləyib, toydan kim tez getsə, bir kalarınızı itirərsiniz, paltonunuzu tapa bilməyəsiniz, o çilətdə taftalasınlar sizi. Toyun axırına qədər toyda iştirak eləmək lazımdır. Bax, gördükcə də qarğışlarımı eləyəcəm. Toyumuzun ilk qonağını, sözlü, sazlı xanım olan, xalqımızın sevimli şairəsi olan Cığatel xanımı alqışlarınızla mən bura dəvət eləmək istəyirəm. Buyurun.
olasın Tuş kardeş, sağ olasın. Sizin de hemşe hoş günü görək. Evimde bol olsun ruzu, duz, çörek. Laf yaxşı. Sen eşitdiyimə görə bizim bu gəlin bacının qonşususan. Hələnin qisməti onun naxşıdır. Yaxın qoşu, uzaq qohumdan yaxşıdır. İşə düşdü deyəsən, bu elə bilir Salehin verilişindədir. Neynək, onda eləysən mən də keçirəm sizin formata, mən də başlayacağım şeirlə danışmağa. Qazanalım, buyur. Ay Cıqatel xanım, məndə var belə bir istək, gəlinin əmması varmı? Dinən bir biz də bilək. Yox. Gəlin çox yaxşı qızdır. Onun yoxdur əmması. Bacısı üzü yola, zəhmət keçdir atası. Laf yaxşı. Çox gözəl insan idi o rəhmətli babası. Deyim siz də bilin ki, İfritə də anası. Anası neyinir ki, sən ondan belə canıqlısan? Adını çəkən kimi içindən odlanırsan. Oy, bala. Qardaş, bu arvad bütün gün falçıdadır. Cadu ilə, piti ilə çıxıbdır bunun adı. Cadu edir hamıya, qaynına, baldızına. Deyirlər, 2 dəfə hətta edib qızına. Cadu edir qonşuya, qohuma və yoldaşa. İndi gəl beləsindən bir həyətdə sən yaşa. Çantasını sən açsan, çıxar bayquş ayağı. İynə, kağız və düyün, bir də təzə qurt yağır. Canın üçün kimdən xoşu gəlmir, doldurub şiprisə qoyur sumkasına. Allah ilah eləsin. Doz qurdur üstündə. Dıs. Bir də deyirlər gecə ya da ki axşam çağı gizli gətirir evinə saman, qarğı, birinin ağzı yumur, öbürsünün gözlərin. Belə ifritə yoxdur. Varsa mənə göstər. Yox, uzaq olsun hamıdan cadu, həm də cadugar. Onların cəzasını verəcək pərverdigar. Əşi, gəlin keçək xoş sözə, bir toydur, düyündür, bən gəlinin ömründə yadda qalan bir gündür. Əsas dünya görmüş qadınsan, ver gəlinə məsləhət, qoy ona olsun həm də gözəl öyüd nəsiyyət. Nə deyirəm ki. Oradan bir segah zəhmət. Acədə, segah ver görmür. Yaşa, gel sənətkarsan. Sağ ol. Qarmonun dillərinə qüvvət. Zarafat eləmə qurbanın oğlum. Erevi zarafat meydanı deyil. Qarışqa yerişi asan yerişdir. Bu meydan köhnə at meydanı deyil. Sözünü hər dəfə yoldan olacaq. Başın qaynamaqdan qazan olacaq. Sanma yaşamağın asan olacaq. Zarafat gəlməsin sana, zarafat gəlməsin sana. Çox yerdə məhkirli oyun olacaq. Elədir. Şir tək nəriləyən qaynın olacaq. Ərin də çox sözə boyun olacaq. Zarafat gəlməsin sana ərü. Zarafat gəlməsin sana ərü. Qeybətin uyusu, hilənin toru. Sana diri göstərər yoru. Başım var, baldızından başım var. Zarafat gəlməsin sana əri. Şeytan dura şərliyər eytin. Qıtır quyruğunda həllənər eytin. Kinindən yıxılar, tirlənər eytin. Zarafat gəlməsin sana əri. Zarafat gəlməsin sana əri. Hər toydan əvvəldə xına yaxtı var. Toy oldu, sonradan üzə çıxdı var. Qaynana tərəfdən başa qalxdı var. Zarafat gəlməsin sana ərü. Zarafat gəlməsin sana ərü. Bunu da söyləsin bəndəniz Siltuş. Cıqatel eşqinə gəlsin
reks ve tuş. Ha bir oyun havası ver görmeyi orada. Sağ olun. Aziz kişiler, ağır günleri artık 3 gündür ki geçmişik. Allah bu ağır günden ziyan çekene sabır versin. Kalanlarına hamı möhkem olun. Allah size ömür versin. Bu gün hele qabaqda bizi çok gözlüyor. 8 Mart kişilerin soykırımı günü. Hanımlar ise analar, bacılar başımızın tacıdırlar. Allah onları bize çok görmesin. Allah onların canlarını sağ eylesin. Bir tuş ver görme. Demeli ben derdim ki kadın ümumiyyətlə bir sirdir. Sirler dünyasıdır. Hatta birçok alimler olub ki kadın nedir, kadın kimdir sualına cevap tapmayıp bu dünyadan nakam köçüb gediblər. Bəli. Mən məsələn özüm müşahidə eləmişəm. Bana maraqlı gələn nədir? Kadınların insana verdiği sual ve kadına sual verende kadından aldığın cevap. İndi alqışlarınızda onlardan bir neçəsini sizin için okumak isterim. İşte sen arvad zəng eləyib soruşur. Hardasan? Bilir ha hardasan. Deyir hardasan? Deyirsən ki işdəyəm. Naxadut dalından gələn ikinci sual. Neynirsən? Heç nə, kişmiş quruduram, nə bilim nə qayrar. Az işdəyəm də, işdə herkesin ölçüsü var. İşdə nə qayrarlar? Dostlarla gecə futbola baxmağa gedirsən. Olur da elinizi kaldırın, futbol severler var mı? Futbol çempionatlarına gidip gece klublarda bakanlar var mı? Yani bildiğiniz gibi bu futbol çempionatı geceler başlıyor, öyle mi? Gece saat 12'de zaten hazırlaşırsan ki dostlarla gidip hansısa ne bileyim klubda futbola bakacak. Gece saat 12'de kapıdan bayrağa çıkanda sana verdiği sual. Gec gələrsən? Yok ben artık gec gedirəm. Ben səhər tezdən gələcəm, tez gələcəm. Dostlarınla hardasa oturmuşsan, yersən, içirsən, domino oynuyorsan, ne bileyim ne inirsən, zəng eləyir. Yəni deyirəm, bilir ha hardasan. Hardasan? Deyirsən ki filan yerdə olsun. Ne olub ki? Gec gələrsən. Belə dana biraz ne olub ki? Tez gələ bilmirsən. Yox, indi gəlmiş, uşaqlarla təzə oturmuşuq. Dalından uzun bir dənə pauza. Bir də soruşsan, nə olub? Cavaba bax. Tahessat, sağ ol. Allah'a and olsun ki, bu ürəklə əl çalın kimidir o, qorxa. Yəqin o tez deyirsiniz onu. Mən sizi inandırıram ki, o kəlmənin dalında çox şeyler gizlənir. İnan, rayonda olsan adamı o kadar düşündürür ki o cevap. Rayonda olsan geceyle durup Bakıya gelmek istiyorsan. Tahessat, bilmirsən bunu öldürürlər evdə. Bilmirsən ne... Neyse, pazar günü, bak bu çok evlerde var. Neçə toyda bunu demişəm, görmüşəm ki, pazar günü səhər durursan, ailəvi oturursan, qohnuda Allah verəndən yeyirsən, içirsən, uşaqlar dağılışır öz otağına, sen oturmuşsan, ne bileyim, pultla belə qurdalanırsan televizyon, görürsən, gözümün ucundan görürsən ki, fırlanır yanında. Nəsə növbəti sual hazırlayır. Bir müddət keçəndən sonra insana yazın gəlir, soruşsan, ne olur? Bak, yetim bir de alır, yetim bir, bak. Az ne olur? Allah geçtim bilmirəm gün ortaya ne pişirim. Az xaladenikdə ərzağın yoxdur. Yoxsa nə olsa pişir tök qabağımıza yiyəcəkdən ha.
Arvadlar marketdən evə gələndə qapıdan içəri girən kimi birinci kəlmə nə olur? Bir variant deyin mənə. Bax gəldi arvad özü marketdə bazarlıq edib gəlib girir içəri, sunkanı yeri qoyur üzünə baxan kimi nə desə yaxşı. Yox. Birinci üzünə baxan kimi dediyi fraza bax bu olur. Qiymətlər od tutub yanır. Az zalim qızı, ben məndən pul alanda deyirəm ekonomi elə, hər şey belədir. O sən özün gedib xərcləyəndən sonra görürsən ki, elədir. Bütün qadınların özünün bu suala cavab tapmadığı bir sual. Şokdur, qadın özü bu suala cavab tapa bilmir. Sabah toya nə giyinəcəm? İndi bunun diskusiyasına qoşulmaq istəyirsən dəstək olasan, deyirsən ki, indi birəsini duzluq qatmaq istəyirsən də nə situasiya. İstəyirsən mənim kostyum şalvarımı giyin. Yox, krasovkam var, təzə almışam, onu giyin. Deyir, başın xarabdır. Deyirsən, paltar, o qədər paltar var, şifaneri açırsan, şifaner anqırır üstünə. Paltarlar özü çıxırlar şifanerdə. Deyirsən, giyin də nə o paltar? Yox, nə danışırsan? O paltarı mən keçən dəfə toya giyinmişəm. Ben nətər olur, biz yetim kişilər bu kleyboy qasmış pencəyi, bu dizləri parıldayan şalvarı, bu kostyumla 100 dənə toy yola veririk, bəs siz nətər olur, bu? Telefona cavab verməyə çatdırmırsan. İndiyə işim var. Çatdırmamsan, görməmisən, maşında nə bilim, telefon, muz qoyub, telefonun səsini eşitməmisən, gəlirsən evə. Qapıdan içəri girən kimi verdiyi suala bax. Fantasmagorik bir sual verir adama. Hansı cəhənnəmdə idi? Güya bu cəhənnəmin bütün qatlarını bilir. Və bunun təsəvvüründə cəhənnəmdən kimsə qayıdıb qonşuda, qohumun içində. Ki bu onu görüb ki, gəlib səndən də soruşur ki, hansı cəhənnəmdə idi? Pulun az olanda arvadın gözündə pulun az olanda o televizorda bequş istiraka deyirlər, o reklama gedir ha belə. Arvadın gözündə elə gedən sual oxuyursan, sən də özünü kişi sayırsan. Sonra liftin qabağında bütün ərzaqlarla ay qardaş, sən kimsən? Götür də. Ay qardaş, sən də nə, sən kimsən? Oğlan evindənsən, qız evindənsən. Sağ ol. Əleykum əssalam. Nə lazımdır? Sağ ol, narahat Nə lazımdır? Qardaş, mən taksistləmə indi sifariş götürmüşəm. Lap yaxşı, burada Yarım saatdır buradayam. Zəng eləyirəm, müştəri götürmür telefonu. Bu toydan. Bir dənə imkan və bir dənə yığımda nə olur? Qardaşımsan, demək ki, sən də Prius sürürsən. Hə, nə hardan bildin? Onu bilmək çətin şeydir axı. Bakıda Prius yoxdur axı. Azərbaycan Prius xana deyil. Svetoforda 10 dənə maşın deyənim, onun 20'si Prius'dur. Götür də. Nə qədər olar səncə? Nə qədər olar? Prius. Hardasa 200-300. 200-300 elə mənim qohumlarımın içində Prius sürən var. 200-300 min. Bəlkə də çox. Bu ölüb, nədir?Əcə kömək eləyim də sana, nə deyirsən? Qurban olun, mikrofonla sən bir dənədən taksist gəlib sifariş eləmişsiniz. Kim bu toydan taksi sifariş eləyib? Ara. Sumqayıta 3 manat 60. Sumqayıta 3 manat. Nə qədər? 3.60. İnsafın olsun. Buradan heç olmasa onu 5 manat, 6 manat elə. 3 manat 60 nədir? Qardaş, neyiniyik biz? 4 dəfə təsəvvür elə buradan digər nöqtəyə gedir. Oradan metroya pul verir, avtobusa pul verir. Hesablayır, görür ki 1 manat 60 köpük çıxır. 1.20 verir mənə. 4'ü də rahat otururlar. Ya Allah, aparam da istədikləri yerə. Orası elədir. Yaxşı. Kim Sumqayıta taksi zakaz verib? Gəlsin. Müştərilər O deyi gətirirlər. Ay, o gətirmirlər, o gəlmir, o sürünür. Ay, bu mən leşini nətər daşıyacağım ha? Bir tər daşıyarsın. Ay, bu nə gündədir ha? Ay, bütün Mendeleyevin elementləri bunun ağzında deyil. Deməli, bu birinci etli betili içib, sonra üstündən də turşularla, qeyri-kimyəvi üzvlərlə zakuska eləyib. Ay, bu zibi... Ay, günümə güzar alma bax da məndə. Sən dəqiq taksi şoförüsən. Hə, nədir ki? Bu Mendeleyevin cədvəli nədir, etil nədir, metil nədir, Qardaş, desən element üstümə... nədir? Sən bunları hardan Onlu bilirsən? görmüşsən, sən?
Yox, ey. Üstünü unlu görürsən. Adətən- Mən 2 dənə universitet bitirmişəm, qardaş. Biri Bakı Dövlətin kimyasını, biri də Neft Akademiyasının kimya texnologiya fakültəsini. Özdə ikisi də qırmızı diplomla. İnanmıram, niyə inanmıram? Sən dərs Yalnız yerəmək kimi Azərbaycanda taksi şoferini işə götürəndə ondan 2 dənə diplom istəyirlər. Başqa dünyanın heç bir yerində elə bir şey yox. Nə deyim qardaş, Allah sağ səbir versin. Görürəm mərfəti qanacağı olansan, savadlısan, amma sana bir söz deyim xətrinə dəyməsin. Buyur. Sənin kollegalarının içində elə tərbiyəsizlər olur ki. Özlərini elə tərbiyəsizcəsinə aparırlar ki. Olur. Oturursan taksiyə, hara gedir? Taksiyə xanımı oturur. Az sigaret çəksəm problem deyil ki. Hələ narkomanlarını demirəm. Düz. Mən ümidvaram ki, taksi şoförlərinə haçansa lisenziya verəndə onlardan qan analizi alıb sonra verəcəklər onu. Bu millət yazıqdır. Priusu elə sürür, elə bilsən ki, samolyot sürür. Nə olub, Düz deyirsən. Amma bu dediklərimin içində müştərilərdən də var. Bəli, razıyam. Əvvəl deyirəm, taksi peşəsi hörmətli peşə idi. Vallah. İndi baş açmaq olmur. Razıyam. Əvvəl təsəvvür elə, bir nəfər otururdu, 5 manat atırdı, heç dalıcı da baxmırdı. İndi 5 nəfər oturur, 1 manat atır, hələ gözü ilə səndən izdaç istəyir. Razıyam. Qabaq taksi şoförləri ünvanı göz yumlu tapırdılar. İndi o vaziyeti nədir, o zat heç onunla da tapa bilmirlər. Navigator nədir? Düzdür. Bizim də ümidimiz indi qalıb ulduza. Bu kanyakda, oteldə olduğu kimi. Kim ulduz göndərirsə, işimiz xod gedir. Neynək, qardaş? Dolanışıq var. Belə 50 reys eləsəm, 17 saat eləyir də bu. O maşının xərci, benzini, icara haqqı, yemək, plom, ora, bura, 20-30 manat qalır min bərəkət. Allah sana kömür. Vallahi. Allah sana kömür. Min şükür. Deyirəm qardaş, bəlkə elə buradasan, onu da gətirənə qədər bir sağlıq deyəsən. Yox, ayıbdır. Vallahi. Bax, qaynanalara nə sözün var, de gəlsin. Qaynanalara. Deyim də, qaynanalar Prius taksi deyil. Qaynanalar Badımcan taksidir. Çox yuxarıdan gedirlər. Arzu edirəm ki, biraz qiymətlərini aşağı salsınlar. Sonra? Bəs bu baldızlar? Baldızlar. Deməli, baldızlar, qaqaşım, baldızlar katalizatordur da. Arzu edirəm ki, maşın katalizatoru onu, zəhəri çölə buraxmayın. Bəy, gəlinə nə arzu edirsən? Bəylə gəlinə ona arzu edirəm ki, hər gün bir-birinə bizdə taksistlərdə olduğu kimi ulduz göndərsinlər ki, xoşbəxt olsunlar. Amin. Bir də səndən bir söz sorsun. Qardaş, xətrinə dəyməsin. Buyur. Taksidə bu səy-səy mahnıları hardan tapırsınız? Yox, sən onu səy-səy deyirsən, amma müştəri tələb Ondan edir, deyirsən. istəyir, xoşuna gəlir. Bəlkə onların bir ikisini oxuyasan. Efirdə də hamısı onlar o mahnıları oxuyurlar da. Oxuya bilərsən onları. Bir papuru deyirsən. Hətta bir oxu. Mən gözüm istər. Bağışla əzizim, bağışla. Səni gözlətdim yağışda. Bağışla nə olar bağışla. Səni gözlətdim yağışda. Naslana, gedək baxaq heyrana, Ceyrana bax, Ceyrana, mən başına fırlana. Mən kədərsən əkim, önündə diz çöküm. Mən kədərsən əkim, önündə diz çöküm. Mənə xoşdur çəkim, Zulüm, mənim yarım gülüm. O yar mənimdir, hamıdan da qəşəngdir. O yar mənimdir, təkcə mənim dəlimdir. O yar hamıdan da qəşəngdir. O yar mənimdir, hamıdan da qəşəngdir. O yar mənimdir, təkcə mənim dəlimdir. Gəl hala gəl, yolu yarı eləmişsən, bayırda gözləyirəm. Sağ ol, bırak.
Diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Noyabr ayının 12-sində sizi Sumqayıt şəhərində yerləşən Kimyaçı Mədəniyyət Sarayında bu şəhərlərin 25 illik yubileyinə həsr olunmuş Evdar adlı solo konsertinə dəvət edirik. gəlin yubileyi sizlə birlikdə qeyd eləyək.